Kalikut limanı ilə bağlı nə deyə bilərik? Vaskoda Gama Hindistana dəniz yolu kəşf etmək üçün başlayır yürüyüşə və Kalikut limanına qədər gəlir. Ay, sağ olun. Burada halinə rastlaşır, deyir o qəddar üzünü göstərir. Sizə belə bir... Onun bir dənə səyahətçi mənlə ora ötürür. Yəni o bələdçi olmasaydı heç o da gedib çıxa bilməzdi. Ay, Çünki sağ onlar Ümid burnuna qədər gedirdilər, sadəcə oradan sonra gedib yol axtarıb tapa bilmirdilər. Bir də belə bir şey var. Deyir ki, Xristofor Kolumb tək Amerikanı kəşf etmir. Başqa adalar da var idi. Məsələn, hansılardır? Haiti-lə Kuba. Ay, sağ olun. Baxın, burada əsərlərinə diqqət edin ki, xronologiyada sizə sual düşəndə ki, Kuba adası nə zaman kəşf olundu və yaxud nə zaman yarandı və s. bunları bəli, neçənci əsr olaraq götürəcəksiniz? 15-ci əsr olaraq götürəcəksiniz, bəli. Sakit Okeanı bəs kimlə bağlayacağıq? Sakit Magellanla. Magellanla, bəli. Sakit deyil idi, sadəcə ora o keçdiyi müddətdə sakit olduğuna görə sakit. Ay, sağ olun, bəli, doğrudur. Sonra başqa hansı ərazi adlarını deyirik ki, böyük coğrafi kəşflərlə